18-ci fəsil. Diversiya. Mən hamıdan güclü olduğum üçün yox, borclu olduğum üçün. Bugün gecə xüsusilə tez çöktü. Sanki kimsə qəfildən təpələrin üzərindəki işığı söndürmüşdü. Bazanın üzərindəki səma ulduzlarla doluydu. O qədər parlaq idi ki, bu ulduzlar sanki yerə səpilənəcəkdilər. Uzaqda bayquş ulayırdı. Külək isə şehlə örtülmüş kolları tərpədirdi. Qalib növbətçi idi. Tək, tam döyüş sursatı ilə çiynində avtomat növbədə dayanmışdı. O, yorğunluq hiss etmirdi. Əksinə, gecənin sükutu sanki beynini təmizləyirdi. Hava təmiz və aydın idi. Qalib yenidən perimetrə nəzər saldı. Hər yer sakit idi. Hətta çox sakit. Belə sakitlik adətən yaxşı əlamət olmurdu. Tək bir hərəkətin olmadığı, bir xışıltının da eşidilmədiyi sakit gecə. Sanki torpaq belə nəfəs almaqdan çəkinirdi. O, postun yanındakı qutunun üstündə oturub, döş cibindən bir şəkil çıxartdı. Elə həmin foto şəkli. Ay onun üzünün zərif çizgilərini işıqlandıran dəmdə Qalibin ürəyi riqqətə gəldi. O, belə darıxacağını düşünmürdü. Sakitcənə və dəlicəsinə. Növbən hələ bitməyib və sən artıq romantikaya qapılmısan, o, həmişə olduğu kimi gözlənilməzdən peyda olan Raminin pışıltısını qəfildən eşitdi. Qalib dərhal cavab vermədi. O, şəkli geri qoyub ayağa qalxdı. Mən sadəcə ulduzlara baxırdım, deyə qısa cavab verdi. Bəli, xüsusən də qaşları və gözləri olan ulduza, deyə Ramin güldü. Sakitçilikdi, sakitçilikdi. Elə şübhə yaradan da budur. Belə sakitlik adətən yaxşı əlamət deyil. Ehtiyatlı ol, mən ikinci sektoru yoxlayacağam. Qalib razılıq əlaməti olaraq başını tərpətdi. Onlar öz mövqeylərinə doğru istiqamət alıb, gecənin qaranlığında gözdən itildilər. Uzaqda bir qapı örtüldü. Bəlkə də küləkdən, bəlkə də yox. Amma Qalibin ürəyi artıq döyüş ritmi ilə döyünüldü. Sabah nə olacağını bilmirdi, amma bugün öz mövqeyində idi və hər şeyə hazır idi. Qaranlıqda haradasa sanki budaq qırıldı. Qalib ani olaraq yerində donub qaldı. Rasiyanı əlinə götürüb düyməni bastı. Birinci post, cənub-şərq istiqamətində hərəkət var. Sektoru yoxlayın, səsküy salmayın. Bir neçə saniyəlik sükut. Daha sonra cavab gəldi. Təsdiq edirik. Dərədə yer dəyişmə aşkar edilib. Tanınma nişanları yoxdur. Ola bilər tək bir nəfərdir. Qalibin barmaqları avtomatın qoruyucu örtüyünə dayandı. O, iki döyüşçüyə cinahlara keçmək üçün işarə verdi. Özü perimetrin girişinə nəzarət etmək üçün qaldı. Ürəyində kar döyüntü eşidildi. Amma buna qorxu deyil, diqqətini gərgin şəkildə cəmləmək səbəb oldu. Bütün vücudu gecəni dinləyirdi. Rasiyada yenə də pışıltı səsi eşidildi. Heç nə tapılmadı. Heç bir iz yoxdu. Ola bilər heyvan imiş. Müşahidə etməyə davam edirik. Qalib cavab vermədi. Sadəcə düyməni buraxdı və yenidən uzaqlara baxdı. Səhər saat 4-ə yaxın idi. Narahatlıq hissi onu tərk etmirdi. Havada fırtınadan əvvəlki sakitlik var idi, amma fırtınanın hansı istiqamətdə qopacağını başa düşmürdü. 2 gündən sonra komandir onları yanına çağırdı. Hazır olun uşaqlar, siz Qaragöl kəndinə getməlisiniz, elan etdi. Demək olar ki, sərhəddədir və artan təxribat cəhdlərini nəzərə alsaq, orada vəziyyətin qaydasında olub-olmadığını yoxlamaq lazımdır. Daha bir neçə döyüşçü bölgə sərhəd xəttinin bütövlüyünü yoxlayacaq. Bir saata çıxın, ancaq mülki geyimdə. Siz tapşırıq yerinə yetirirsiniz. Ona görə də hər hansı bir rasiya və telefondan istifadə etmək olmaz. Özünüzü göz görə-görə ölümə atmayın. Kəşfiyyat aparın, yoxlayın və hər hansı bir məlumat əldə etdiyiniz kimi birbaşa yanıma gəlin. Hər şey aydındır? Bəli, cənab. Qalib, özünü göz görə-görə ölümə atma xəbərdarlığı birbaşa sənə aiddir. Oldu, cənab komandir. Artıq martın ortaları idi və ətrafdan baharın qoxusu gəlirdi. Tovuz rayonunun zəngin təbiəti göz qabağında canlanırdı. Onun hər güşəsi sanki yeni rənglər və səslərlə dolu olub, yeni günün başlanmasından xəbər verirdi. Qalib Raminlə birlikdə addımlayır, üzünü günəş şüasına verib, dünən axşam ona dərslərindəki nailiyyətlərindən, Günayın həmişə ev tapşırığını necə köçürməyə çalışmasından danışan Sonanın zəng səsinə bənzəyən cingiltili səsini xatırlayırdı.
onu dinləyəndə sanki onun bütün varlığı hərarət və nurla dolur. Səsindəki hər zəng onun ürəyinə yol taparaq sevginin hökm sürdüyü dünyanın qapılarını açırdı. Artıq bir günü belə onun səsi və ya heç olmasa qısa mesajı olmadan təsəvvür edə bilməzdi. Və Sonanın da eyni hissləri keçirdiyini düşünmək istəyirdi. De görüm, Ramin, sən necə başa düşdün ki, Günay sənin istədiyin qızdı? Sadəcə anladım, vəssalam. Yəni, elə ilk dəqiqədən Sonanın mənim qismətim olması ilə bağlı qərara gəlsəm ki, mən impulsiv deyiləm. Xeyr, bu sadəcə o deməkdir ki, yalnız biz güclü intuisiyaya sahibik. Ramin sakitcə cavab verdi. Yaxşı bax, bizim tərəfə qaçan var. Qalib birdən bütün diqqətini səs gələn istiqamətə yönəltdi. Oğlan uşağıdır. Deyəsən yerli kənddəndir. Allah xeyir versin, indi öyrənərik, deyə Qalib cavab verdi və əlini yeniyetməyə yellədi. Var gücü ilə qaçan oğlan təngnəfəs halda dayanıb dedi. Baza haradadır? Mən bazaya çatmalıyam, təcili. Babam mənə dedi ki, əskərləri görənə qədər qaç. Nə baş verib axı? Deyə Ramin soruşdu. Yalnız əskərlər kömək edə bilər. Babam mənə dedi ki, heç kimdən danışma. Oğlan robot kimi təkrarladı. İndi isə özünü ələ al və mənə nə baş verdiyini açıq şəkildə söylə. Qalib oğlanı yaxasından yapışıb silkələyərək kəskin şəkildə cavab tələb etdi. Hey, sakit ol, biz kömək edəcəyik. Bircə nə baş verdiyini bizə de. Ramin sakitcə əlavə etdi. Onlar dünən gecə gəldilər. Əhməd dayı onları görüb kim olduqlarını soruşdu, atmağa başladılar. Hamı evindən çıxmağa qorxur, hərbi formadaydılar. Neçə nəfərdir? Ölənlər varmı? Qalib oğlanın panikasına fikir verməyərək soruşmağa davam etdi. Bəli, hərbiçilərdir. Dünən gecə təxminən 7 nəfər var idi. Bu gecə isə daha çox idi. Onlar kəndi gəzib hər kəsi silahla hədəliyirlər. Bizim evimiz meşəyə yaxındır. Babam mənə dedi ki, meşəyə qaç, sonra bizim əskərləri tapana qədər qaçmaqda davam elə. Niyə heç kim zəng etmədi, kömək istəmədi, xəbərdarlıq etmədi? Ramin soruşdu. Dünən gecə əlaqə kəsildi, amma heç kim nədən də şübhələnmirdi. Burada tez-tez belə hallar olur. Sonra babam dedi ki, çox güman ki, gülləni zədəliyiblər, ya da bilərəkdən siqnalı kəsirlər. Həm də hərbiçilər dedilər ki, telefonla kimi tutsalar, xəbərdarlıq etmədən güllələyəcəklər. Qalib dərhal özünü yığışdırdı. O, oğlanın əlinə budaq verdi. Çək, kəndin planını çək. Babanın evi haradadır? Qərargahı harada qurublar? Hansı evlər çöl kənarında, hansıları isə meşəyə daha yaxındır və mütləq uşaqlı ailələrin yaşadığı yeri də çək. Qalib, nə planlayırsan? Oğlanla komandirin yanına qaydırıq və hərbi qüvvə ilə geri dönək. Köməksiz çətin olacaq, vaxt yoxdur. Təxribatçıların nə hazırladıqlarını bilmirik. Daha bir Xozalı hadisəsinin baş verməsinə yol vermərəm, Qalib qətiyyətlə dedi. Və sanki onun sözünün təsdiqi kimi uzaqdan avtomat atəşi eşidildi. Onda mən də səninlə gedirəm, dedi Ramin. Mən məruzə etməliyik. Uşaq əsəb keçirir. Yaxşı olar ki, uşağı da götürüb bazaya qaçasan. Kömək gətir, narahat olma, ehtiyatlı olacağam. Burada kəşfiyyat aparmağa çalışacağam və səni gözləyəcəyəm. Daha sakitcə əlavə etdi. Yaxşı, Ramin könülsüz razılaşdı. Sadəcə söz ver ki, özünü göz görə-görə ölümə atmayacaqsan. Və daha bir şey, deyə Qalib, Adilin əlindəki saatı götürüb dostuna uzatdı. Mən bu saatı mütləq sənin üçün saxlayacağam. Buna əminəm, deyə Qalib cavab verdi və onu qucaqlayıb əli ilə çiyninə vurdu. İndi isə vaxtdır. Gedin, yaxşı yol. Raminlə oğlan qaçaraq sürətlə yola düşəndə, Qalib cəld oğlanın çəkdiyi planı öyrəndi. Meşənin kənarındakı babasının evi, daha bir neçə ev, sonra isə adətən sakinlərin toplaşdığı meydan. Onun sözlərinə görə tanımadığı adamlar da orada yerləşiblər. 7 nəfər imiş, lakin getdikcə sayları artıb. Bu yalnız bir şey demək idi. Əməliyyat yaxşı düşünülmüşdü. Onlar təsadüfi soyğunçu deyil, tək deyil, dəstə şəklində hərəkət edirlər. Qalib qısa nəfəs aldı, sanki lazımsız bir şeyi üst-başından silkələdi. Artıq düşünmürdü, yalnız hiss edirdi. Hər addımında, hər hərəkətində yırtıcı izləyən ovçunun gərginliyi vardı. Qalib kölgə seçərək meşənin kənarı ilə süründü. O aydın başa düşürdü ki, hər kol ya sığınacaq, ya da tələ ola bilər.
Kəndin kənarında mavi damlı ağ ev var idi. Bu oğlanın babasının yaşadığı evə bənzəyirdi. Pəncərələr bağlı idi və heç bir hərəkət görünmürdü. Yalnız keşikçilər kəndin perimetri ətrafında gəzirlər. Qalib başa düşdü ki, onlar heç kimin qaçmaması üçün keşik çəkirlər. Qalib çəpərin arxasında donub qaldı. Ürəyi gicgahında döyünürdü. O, siluetlərdəki hərbi formanı tanıdı. Kamuflyaj fərqlidir, silahlar nizamnaməyə uyğun deyil, hərəkətlər sürətli, lakin qeyri-müəyyəndir. Beləliklə, nizami ordu əskəri deyil, təxribatçılardır. Çox mütəşəkkil, çox sakit. O, başa düşdü ki, nə olursa olsun, bu sadəcə təxribat deyil, bu daha böyük əməliyyatdır. Qalib divar boyu sürünərək, demək olar ki, kölgələr içində itdi. Bilirdi ki, keşikçi evin arxasındakı dar cığırla keçmək üzrədir. Raminlə oğlan qaçaraq sürətlə yola düşəndə, Qalib cəld oğlanın çəkdiyi planı öyrəndi. Meşənin kənarındakı babasının evi, daha bir neçə ev, sonra isə adətən sakinlərin toplaşdığı meydan. Onun sözlərinə görə tanımadığı adamlar da orada yerləşiblər. 7 nəfər imiş, lakin getdikcə sayları artıb. Bu yalnız bir şey demək idi. Əməliyyat yaxşı düşünülmüşdü. Onlar təsadüfi soyğunçu deyil, tək deyil, dəstə şəklində hərəkət edirlər. Qalib qısa nəfəs aldı, sanki lazımsız bir şeyi üst-başından silkələdi. Artıq düşünmürdü, yalnız hiss edirdi. Hər addımında, hər hərəkətində yırtıcı izləyən ovçunun gərginliyi vardı. Qalib kölgə seçərək meşənin kənarı ilə süründü. O, aydın başa düşürdü ki, hər kol ya sığınacaq, ya da tələ ola bilər. Kəndin kənarında mavi damlı ağ ev var idi. Bu, oğlanın babasının yaşadığı evə bənzəyirdi. Pəncərələr bağlı idi və heç bir hərəkət görünmürdü. Yalnız keşikçilər kəndin perimetri ətrafında gəzirlər. Qalib başa düşdü ki, onlar heç kimin qaçmaması üçün keşik çəkirlər. Qalib çəpərin arxasında donub qaldı. Ürəyi gicgahında döyünürdü. O, siluetlərdəki hərbi formanı tanıdı. Kamuflyaj fərqlidir, silahlar nizamnaməyə uyğun deyil, hərəkətlər sürətli, lakin qeyri-müəyyəndir. Beləliklə, nizami ordu əskəri deyil, təxribatçılardır. Çox mütəşəkkil, çox sakit. O, başa düşdü ki, nə olursa olsun, bu sadəcə təxribat deyil, bu daha böyük əməliyyatdır. Qalib divar boyu sürünərək, demək olar ki, kölgələr içində itdi. Bilirdi ki, keşikçi evin arxasındakı dar cığırla keçmək üzrədir. Döngənin 30 addımlığında qadınların və uşaqların meşəyə çıxa biləcəyi bir darvaza vardı. Ancaq əvvəlcə həyəcan kəbili çala biləni aradan götürmək lazım idi. O, ayaq səslərinə qulaq asaraq tərk edilmiş tövlənin yanında gizləndi. Bir neçə saniyədən sonra dalanda bir siluet peyda oldu. Çiynində avtomat, ağzında siqaret olan uniformalı fiqur. Qalib nəfəsini dərdi və bıçağı əlində möhkəm tutaraq gizləndiyi yerdən çıxdı. Bir addım, 2 addım, o yırtıcı kimi səssizcə hərəkət edirdi. Keşikçinin geri dönməsinə bir an qalmış, Qalib qısa və dəqiq vurdu. Bədən sustaldı. Onu torpaqdan qaldırdı, çəpərin arxasına sürüyüb qoydu, ratsiyanı götürdü və ehtiyatla batareyanı çıxartdı. Hər şey 10 saniyədən çox çəkmədi. Sən təksən, birdən çəpərin arxasından sakit kişi səsi eşidildi. Qalib donub qaldı. Soruşan kimdi? Çəpərin arxasından təxminən 60 yaşlarında boz saqqallı ovçu qılıqlı bir kişi göründü. Əlində balta var idi. Azərbaycanlıyam, adım Məmməddir. Nəvəmi köməyə göndərdim. Onunla təsadüfən tanış olmusan. Mən onunla görüşdüm. Əlavə hərbi qüvvə çağırmaq üçün dostumla bazaya getdi. Biz mümkün olan bütün insanları meşəyə aparmalıyıq. Qadınlar və uşaqlardan başlayaq. Keşikçilərin sayı nə qədərdir? Çoxu uzağa gedib, nəsə axtarırdı, bilmirik. Neçə nəfərdir? Ondan artıqdır. Dünən sakit idilər, bugün artıq ev sahibləri kimi davranırlar. Onların texnikası var, BTR və ya buna bənzər bir şey. Şimal yolunda gizlətdilər. Qalib darvazaya baxdı, artıq orada gözləyirdilər. 2 yaşlı qadın və uşaqlı ana, təxminən 15 nəfər. Bu hamısı deyil, hamı gələ bilmədi, uşaq bağçasında da var, deyə Məmməd sakitcə pışıldadı. Qalib cavab verdi. Əvvəlcə buradakıları çıxardacağıq, sonra yerdə qalanları götürmək üçün geri qaydacağıq.
deyə Qalib digərlərinə müraciət etdi. Diqqətlə dinləyin, bizim vaxtımız yoxdur. Gərəksiz səs-küy salmadan tək-tək çıxırsınız. Məmməd hamını meşəyə, oradan da hərbi bazaya aparacaq. İndi ora təhlükəsizdir. Bizimkilərin gəlməsinə az qalıb. Mən sizi müdafiə edəcəm. Bəs birdən bizi görərlər, 30 yaşlı qadın titrək səslə soruşdu. O zaman mən onların diqqətini yayındıracam və əlavə etdi. Hər şey yaxşı olacaq. Məmməd birinci getdi. Qalib sonuncu qadın meşədə yoxa çıxana qədər onları hər təhlükədən qorudu. O başa düşürdü ki, bu sakinlərin yalnız bir hissəsidir. Qalanları da heç olmasa uşaqlı qadınları çıxarmağa çalışmalıydı. Quru budaqlara toxunmamağa çalışaraq ehtiyatla yeridi. Məmmədin sözlərini xatırlayan Qalib asanlıqla uşaq bağçasının binasını tapdı. Bağçanın yanında avtomatla 2 nəfər hazır vəziyyətdə dayanmışdı. Sonra naməlum boğuqdu bir səs vürgü ilə dedi: "Arxa həyətə get, tez yoxla, qayıt. Orada nəsə sakitlikdir. Bir şey olarsa, dərhal atəş aç." O təxribatçılardan birinin uzaqlaşmağını gözlədi və ona yaxınlaşdı. Qalib onu yıxaraq yerindən sıçradı və dirsəyi ilə çənəsinə vurdu. O inlədi, lakin qışqırmağa macal tapmadı. "Ay sənin beli!" İkinci hərəkəti görərək atəş açdı. Qalib onun ayağının altına yuvarlanıb yıxdı və güclü zərbə ilə onu da susturdu. Yandırıcı ağrı bütün qolundan keçdi. Anladı ki, güllə çiyninə dəyib. Dişlərini sıxaraq uşaq bağçasının qapısını açdı və qətiyyətlə əmr etdi: "Tez hamı Məmmədin evinə tərəf, o sizi çıxardacaq." Onlar demək olar ki, səssiz hərəkət etdilər. Qalib avtomatı yerdən götürdü və arxaya baxdı. Uşaqlı qadınlar bir-birinə sıxılaraq artıq köhnə tövləyə tərəf qaçmışdılar. Yalnız kolların arasından meşəyə yol göstərən qocadan siqnal gözləmək qalmışdı. Və birdən bir budaq sındı, solda, ambarın arxasında. Qalib başını çevirməyə macal tapmadı. Hərbi formada 2 nəfəri gördü. Onlardan biri avtomatı qaldırdı. Qalib eyni zamanda atəş açıb torpağa yığıldı. Təxribatçılardan biri qışqıraraq torpağa çöktü. İkincisi, daş hasarının arxasına gizlənib cavab olaraq atəş açdı. Güllələr havada uçurdu. Qalib yan tərəfə yuvarlandı, amma alınmadı. Sərt təkan, güllə körpücük sümüyünün altından harasa girdi. Geri atıldı, nəfəsi kəsildi, dünya başına fırlandı. Qulaqlarında küy əmələ gəldi. Kiminsə qışqırdığını eşitdi, qadın səsi idi. Kimsə onu ayağa qaldırmağa çalışırdı. Formanın içindən axan qanı dayandırmaq üçün barmaqları ilə yaranı sıxdılar. "Uşaqları aparın, tez, sizi qoruyacam," deyə xırıldadı, qan içində boğuldu, amma atəş açmağa davam etdi. Ən son gördüyü düşmənin yerə yığılması idi. Sonra isə zülmət qaranlıq çöktü.